Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahabetihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu qavli ama ba'd. Muhterem kardeşlerim, hem birinci öz nefsime, sonra ise size Allah Teala'dan hak takvasıyla, yani nazil ettiği, kitab ve sünnələrə nazil etdiyi kimi qorxmağı nəsiyyət edirəm. Və o nəsiyyət ki, bizdən də xeyirlilərin, yəni sahabələrin və onlardan sonra gələnlərin bir-birlərini etdiyi nəsiyyətdir. Və bir-birlərini ötürdüyü bir mirasdır. Və bu nəsiyyətlərin və ötürdükləri mirasın böyük səbəblərindən, yəni amillərindən və biri də təqvadır. Yəni təqva Allah qorxusu deməkdir. Təqva Allah qorxusu deməkdir. O Allah qorxusu ki, insanı Rəbbinə yaxınlaşdırır. Və təqva əsas gizlində olur. Təqva əsas gizlində olur. Çünki aşkarda Allahdan qorxmaq rahatdır. Aşkarda Ömər ibn Xattab kimi olmaq rahatdır. Ali radiyallahu anhu kimi olmaq rahatdır aşkarda. Çünki əslən nəfsədə rahat gəlir. Necə münafiqlər eləyirlər? Aşkarda Allahdan qorxurlar. Allah Teala onların sifətlərini zikr edəndə, nazil edəndə Allah Teala onlar haqqında nə dedi? Və la yezkurunallaha illa qalilə. Onlar Allahı az zikr edərlər, az xatırlayarlar. Və həmçində Allahın öyrətdiklərindən az ibrət alarlar. Bu da hamısı gizlini göstərir qardaşlar. Məsələn, sübh namazda niyə gəlmirdilər? Münafiqlər. Çünki o vaxt bir işıq yox idi, qaranlıq idi. İşıq olmadığına görə onlar gəlmirdilər. Çünki əslən onların namaza gəlməyindən məqsəd nə idi? Görsünlər. Görsünlər ki, filan kəsin oğlu, filan kəs namaza gəlir. Ona görə gəlmirdilər. Və bugün, yəni təqvanın əksi. Zahirən təqva kimi görünsə də, təqvanın əksi. Və bugün isə qardaşlar, təqvaya səbəb olan amillərdən biri haqqında danışacağıq. Və o da oruç tutmaqdır. O da oruç tutmaqdır. Allah yolunda oruç tutmaq. Çünki Allah yolunda oruç tutmaq hər il var. Hər ayda var. Yəni sünnə orucları. Şəriətlə biz bilirik, hicri təqvimlə, hicrətlə ayın 13-ü, 14-ü, 15-i. Bəzi alimlər bilər ki, ümumiyyətlə hər ayda, hətta fərq eləməz 13-ü, 14-ü, 15-i olmasa da belə hər ayın 3 gününü, istənilən 3 gününü oruç tutmaq olar. Və ən səhih odur ki, inşallah hicri təqvimlə tutmaq düzgündür. Və həmçində bir gündən bir oruç tutmaq, Necə Davud əleyhissalam tutardı. Və həmçində hər ayın, hər həftənin 1-ci və 4-cü günləri oruç tutmaq şəriətlə nazil olub. Amma isə bunlar hamısı nafilələrdir. Hamısı nafilədir. Və fərz olan oruç ayda ildə bir dəfədir. O da Ramazandır. Və Allah Teala öz kitabında Ramazan haqqında, Ramazanın orucu haqqında buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər. Və biz bilirik ki, sələflər deyərdilər ki, nə zaman ki, eşitsən ki, Allah Teala deyir ki, Ya eyyuhəl-ləzīnə əmənu, yəni ey iman gətirənlər, və diqqət edir, ya Allah Teala sizə hər hansısa bir xeyri əmr edəcək və yaxud da hər hansısa bir şərdən, yəni sizə zərər olan bir şeydən, istər dünya və istərsə də axirəti üçün, o şərdən sizi çəkindirəcək. Və Allah Teala buyurur ki, Kutibə aleykumus siyam, sizə siyam artıq vacib oldu, yazıldı. Yəni, hökm olaraq artıq sizin üzərinizə vacib oldu. Yəni Ramazan. Yəni Ramazanda tutulan oruc. Kəmə kutibə aləl-ləzīnə min qablikum. Necə ki, sizdən öncəkilərə. Və bu ayə göstərir ki, bizdən öncədən oruç tutmaq var idi. Çünki bəzi ibadətlər Muhammed sallallahu aleyhi və səlləmdən öncə var idi. Ona görə bugün görürsünüz, bəzi özünü Quran-ı Kərimdən nisbət edib, Quran-ı Kərimdən adı uyğun gəlməyən adamlar deyirlər ki, bəzi ibadətlər var ki, adətlərdən olub. Amma elə deyil. Məsələn, bu ayədə Allah Teala dedi ki, sizdən öncəkilərə oruç tutmaq vacib olduğu kimisə də vacib oldu. Və elə şeylər var ki, Allah Teala bildirməyib onları. Məsələn, eləsi var deyir ki, kəfən yoxdur. Kəfənləmə yoxdur. Cənazə namazı deyilən bir şey yoxdur. Və yaxud nəsə deyi varsa, əvvəlkilərdən qalıb, yəni İslam dini aidiyyəti yoxdur. Hədis inkarçıları, əslində Quran inkarçıları, hədis inkarçıları yox. Amma
Bu onu göstərir ki, əvvəlki ümmətlərdə olan ibadətlər olub. Necə ki, Allah Taala bu ayədə dediyi kimi. Və diqqət yetir, əgər Allah Taala orucu əmr edirsə, oruç tutmağı əmr edirsə, əvvəlki ümmətlərdəki olan şeyi niyə məsəl çəkdik? Məgər əvvəlki ümmətlərdə o ibadət olmasaydı, müsəlmanlar məgər Allahın sözünü itaat etməyəcəkdilər? Edəcəkdilər. Sadəcə olaraq Allah Taala'nın rəhmətindəndir ki, əvvəlki peyğəmbərlərin və əvvəlki ümmətlərdə olan şeyləri məsəl çəksin. Yəni, bu ibadət sizdən öncə də var idi. Yeni deyil. Və insanların qəlbində rahatçılıq olsun deyə Allah Taala keçmiş ümmətləri məsələ çəkərdi. Necə ki, burada kəmə kutiba aləl-ləzīnə min qablikum və sizdən öncəkilərə oruc vacib edildiyi kimi. Və ayənin sonunda Allah Taala mühazənin əvvəlində danışdığımız şeyi bizə deyir. Ləalləkum təttəqun. Ola bilsin ki, bu əmən, yəni oruç tutmaqla Allahdan qorxasınız. Yəni, bu da onu göstərir ki, oruç tutmaq, Allah yolunda oruç tutmaq təqvaya səbəbdir. Hamıya. Təəssüf olsun ki, yox. Allahdan qorxmaq istəyənlər üçün. Oruc Allahdan qorxanlarındır. Və yaxud da Allahdan qorxmaq istəyənlər üçündür. Məsələn, oruc siqareti tərk etmək istəyənlərin ayıdır. Siqaret çəkənlərin ayı deyil. Baxmayaraq ki, hər ikisi siqaret çəksə də. Oruc hər hansı bir haramı tərk etmək üçün səbəb axtaranların ayıdır. Çünki o ayda səbəb olur. Çünki təqva olur. Allahdan qorxur. Və Allah qorxusunun səbəbi ilə də o müsəlmanlar naqisliklərini o ayda tərk edirlər. Amma hamı yox. Allahın xeyir istəklərinin istisna. Və diqqət yetir Allah Taala ayənin sonunda dedi ki, Ləalləkum ola bilsin ki siz. Yəni onu göstərir ki, oruç tutan Allahdan qorxmaya da bilər. Oruç tutan təqvalı olmaya da bilər. Amma baxmayaraq ki, əməl özü nədir? Təqvaya bir səbəbdir. Çünki fikirləş, sənə halal olan şeyləri tərk edirsən. Yemək içməyi də, öz qadını da və başqa istəkləri də Allah üçün tərk edirsən. Əksinə bir hüccətdir bu. Haramların üzərində sabit olan insanlar üçün hüccətdir. Subhanallah, halal olan şeyi tərk etmək rahatdır. Yoxsa haram olan şeyləri. Halalları tərk etmək çətindir, qardaşım. Sən acanda yemək yediyinə görə səni heç kim qınaya bilməz. Kim qınaya bilər? Susuyanda, sən su içəndə səni kim qınaya bilər? Sən evlənmək istəyəndə səni kim qınaya bilər? Heç kim səni qınaya bilməz. Amma sən siqaret çəkəndə səni xeyir əhli qınayacaq. Subhanallah, qınanmadığın şeyləri tərk etməyə bacarmısan sən. Yemək içməyə tərk eləmirsən, ailəvi də bir müddət tərk eləmirsən. Sən buna qadirsən. Allah Taala insanı kamil yaradıb. Allah Taala insanı kamil yaradıb. İnsan çox şey qadirdir. Və bu günahları tərk edə bilməyən insanların üzərində Allahın qoyduğu bir hüccətdir ki, onlar qiyamət günü Rəbbinə isə deyəməyəcəklər. Ki, alınmırdı. Axı, sən ən böyüyün bacarmısan. Açırsan, xaldeyniki susamırsan, su var. Amma içmirsən. Və rahat da sənin nəfsivə gəl, yox, olmaz. Subhanallah, azim. Yəni, sən su içməyə tərk eləmirsən. Susadığın halda, ehtiyacın olduğu halda və su içmək sənin üçün rahat olduğu halda. Hansı ki, sənə xeyir verir. Hətta bədənivə belə xeyirdir. Sən sənə xeyir verən şeylərə, sənə halal verən şeyləri tərk eləməyi bacarmısan. Amma siqaret, ona bənzər günahlar, hələ haramlığın qoy qırağa sənə görə nə qədər zərərdir. Ola bilərsən bununla şeytana qardaş olasan. Əl-mübəzzir, təbzir, İslam dinində Allah Taala öz kitabında təbzirdən danışıb. Yəni, haramlarda israf edənlər şeytanın qardaşlarıdır. Subhanallah, bəlkə sən onlardansan. Amma Ramazan fürsətdir. Ramazan fürsətdir onun üçün. İnsan Allahdan qorxmaq istəyən, Rəbbinə yönəlmək istəyən bir müsəlman üçün ibadətlər bir səbəbdir. Məsələn, namaz nə üçün fahiş əməllərdən uzaqlaşdırır? Çünki daim sənə Rəbbini xatırladır. İnsan daim Rəbbini xatırladıqca ona günahlar çətin gəlir. Və yaxud da o günahları tərk eləmək ona rahat gəlir. Çünki əslən hər bir insanın fitrəti üzərində olan əməllər var. Məsələn, Allah Taala zinanı haram eləyib. Amma o demək deyil ki, sən zina eləmək istəmirsən. Və o demək deyil ki, sən bacarmırsan. Amma sən onu Allah üçün etmirsən. Əslən fitrətə uyğundur.
Hər bir kişinin qadına ehtiyacı var. Düzdür, zinakarlar qadın deyil təbii ki. Amma hər bir kişinin qadına ehtiyacı var. Amma sən görürsən, nəfsinə uyğun gələn şeyləri tərk eləmsən. Amma halbuki nəfis hər bir kişi qadına ehtiyacı var. Və həmçində qadına təbii ki, kişiyə ehtiyacı var. Amma siqaret olaraq aidiyyatı yoxdur. Heç nəfs də istəmir. Hətta bir müddətdən sonra sənin heç normal iyi də gəlmir. Stabillə həmişə verirsən. Və ona görə kiməsə yalvarırsan. Yəni, görsən, günahlar insanı izalı çaldır. Və ən dəhşətlisi, ən müsibətlisi odur ki, artıq orada qardaşlıq edirsən. Və kiminsə qabağında yalvarır, kiminsə siqaret istəyir. O da qabağındakını özünü qardaş görür. Və ona haramı təklif edir. Və bunu qardaşlıqdan görür. Subhanallah. Və sonra namaza gəlir. Və yaxud da buna oxşar günahlar. Ümumiyyətlə, açıqda olan günahlar dəvətdir. Necə ki, açıqda olan əməllər dəvət olduğu kimi. Məsələn, isbal. Zahir olan əməllərdən, düzdür? Və dəvətdir. Sən Allah Rasulunun sünnəsini göstərirsən. Və bu onu deməkdir ki, bu onu göstərir ki, dəvət təkcə danışmaq deyil. İnsanlara saatlarla söhbət eləmək deyil. Əməllər özü dəvətdir. Məsələn, isbal. Kimsə sənə baxacaq, bir gün gəlib səndən soruşacaqlar. Sən niyə qısa geyinirsən? Birinci təbii ki, sən ona baş salacaqsan ki, yox, mən qısa geyinmirəm, sən uzun geyinirsən. Amma mən niyə uzun geyinmirəm? Onu artıq izah elə. Məsələn, paltar tikənlər sənə görsən qayda qanunlar qoyurlar ki, buradakı topuqdan uzun geyinmə, pis görünür. Əgər o hansısa bir dərzi sənə buradan çox uzun paltar geyinməyi sənə qayda qanun qoya bilirsə, nəinki o dərzini, sənin gördüyün və görmədiyin hər şey yaradan Rəbbin də sənə qayda qoya bilər. Yəni, məgər o layiq deyil. Təbii ki, əlbəttə ki, layiqdir. Görürsən, artıq dəvət elədin. Biraz danışmaqla. Həmçinin günahlar dilədir. Fikir verin, nə qədər ki, zahirdə olan günahlar, məsələn, siqaret və yaxud ona bənzər şeylər, onlar dəvətdir. Hamı bir-birinə baxır eləyir. Hamı bir-birinə baxır eləyir. Falan kəslər çəkilir. Bu qədər siqaret çəkən var. Dəvətdir. Yəni, fərz etsən, düşünürsən, belə bir şey ola bilər ki, sən siqaret almağı gedirsən və sənə deyirlər ki, yox, qardaş, məsləhət ki, eləməyəsən. Eləməyəcəklər. Əksinə rəğbətləndirəcəklər. Yəni, nə deyirlər ona? Yəni, səni yönəldəcəklər ora. Nəyə görə? Çünki çox adam eləyir. Demək olar ki, hamı eləyir. Xeyir əhlindən istisna. Demək olar ki, hamı eləyir. Çünki nəyə görə, qardaşlar, günahlar çoxaldıqca, zahirən olan günahlar çoxaldıqca, artıq insanlar həmən o günahları nəinki tərk eləmək, hətta həmən günahlara yönəldəcəklər. Hətta həmən günahlara yönəldəcəklər. Və ən dəhşətlisi, yəni o müsəlmanlara aid, məscidə gələnlərə aid, ibadət edənlərə aid. Sən də həmən şəhərin içindəsən, sən də dəvətçisən, sən harama dəvətçisən, sən dəvət edirsən. Əgər sənin siqaret çəkdiyini görüb, kimsə siqaretə başlayıbsa, sən Rəbbinə deyəcəksən. Nədir o? Nə deyəcəksən Allah Taalaya? Fərz elə ki, o bir nəfər sən siqaret çəkmirsən, sənə baxıb, deyir, bir paçka da mən alacam. Və başladı siqaret çəkməyə. Nə deyəcəksən? Allah səndən soruşacaq. Hər şey səndən soruşacaq. Bildiyi halda təbii ki. O səndən soruşmayacaq ki, bilsin. O səndən soruşacaq ki, sən xatırlayasan. Həmən gündə sənin malın, dövlətin zaten belə heç nə olmayacaq. Nə hansısa nəsildənsənsə, nə hansısa nəsəbin varsa, heç nəyin aidiyyəti yoxdur. Ona görə də dəvətçi olmaq olmaz. Haramda dəvətçi olmaq olmaz. Ona görə də ibadətlər gücün çatan qədərdir. Nə qədər gücün çatırsa Allah'a ibadət elə. Nə qədər bacarırsansa Allahdan qorx. Olur insan hərdən biraz zəif olur ibadətlərində. Məsələn, hər namaza gəlib gedə bilməyə bilər. Məsələn, sünnə oruclarını tuta bilməyə bilər. Məsələn, hər təravih namazına gələ bilməyə bilər. Yəni, Allah onu inşallah bağışlayar. Amma mümkün deyil ki, bir müsəlman günahla deyilsin və ona heç nə olmaz söz deyilsin. Çünki Muhammed sallallahu aleyhi ve sellem elə demədi. Allah Resulü dedi ki, bacardığınız qədər Allahdan qorxun. Yəni, ibadətlər, bacardığınız qədər edin. Amma günahlarda bacardığın qədər günah etmək yoxdur. İbadətlərin az olması səni oda salmaz.
Təbii ki, sünnə olan ibadət, fərz olanlar yox, sünnə olan. İbadətlərin az olmaz səni oda salmaz. Amma günahlar səni oda salar. Ona görə də qarşıdan gələn Ramazan bir fürsətdir. Hamı üçün. Xeyirdə öndə görənlər üçün fürsətdir ki, daha da önə keçsinlər. Xeyirdə öndə getməyə çalışanlar üçün bir fürsətdir ki, onlar önə keçsinlər. Və nəfslərinə günahlarla zülm eləyənlər üçün də bir fürsətdir ki, özlərinə zülm eləməsinlər. Çünki Allah Taala zülm eləyən deyil. Necə ki, öz kitabında buyurduğu kimi. O qullarına qarşı zalim deyil. İnsan da özünə qarşı zülm eləyən. Sadəcə olaraq Allah Taala insanlara özlərinin etdiyi seçimləri qoyub. İnsan özünə yol seçsin. Haqqı da göstərib. Ona görə kimsə Rəbbinə deyə bilməyəcək. Nəyə görə? Çünki sən haqqı eşidirdin. Sən haramları da eşidirdin. Və hətta sən halalları tərk eləmək gücünə də malik idin. Allah Taala sənə oruç tutturdu. Sənə əmr etdi. Halal olan şeyləri sənə tərk etdirdi. Və sən də tərk etdin. Halbuki sən onları eləməklə mükəlləf idin. Məsələn, yeyib içməyə və s. Amma haram olan şeyləri dedin ki, yox, mən bacarmaram. Yox, sən görürsən, bizə yalan danışamırsan. Sən müsəlmanları allada bilmirsən. Sən Rəbbini necə alladarsan? Mümkün deyil axı. O sənin qəlbini də bilir. Hətta o, sənin Rəbbin, sən nələr düşünəcəksənsə onu da bilir. Amma halbuki onu düşünməmsən. Subhanallah. Yəni, sən bir insanı allada bilmirsənsə, Rəbbi necə alladacaqsan? Mümkün deyil. O yaratdıqlarını bilir. Tikdiyin evin hər otağının, hər santimetrini bilirsən. Hər şeyini bilirsən. Yaşadığın evdə nə qədər işıq pulu, qaz pulu gəlir onu da bilirsən. Amma nə qaz sənindir, nə də su sənindir. Subhanallah. Sən bunları bilirsən. Bəs səni yaradan səndə nələr bilir? Hər şeyi bilir. Ona görə sən Rəbbin qarşına isə qoya bilmərsən. Ona görə qiyamət günü Allah Taala soruşan var ha. Soruşan öz şahiddir. Adi bir məhkəmədə nə qədər hansı cinayətlər tez, hansı cinayət eləyən tez tuturlar? Şahid olanı. Şahid olmayan da uzanır. Amma şahid varsa tez olur hər şey. Tez tuturlar. Tez türməyə salırlar. Subhanallah. Gör sənin şahidin kimdir? Və ən pisi odur ki, adam yalan danışır. Məsələn, deyim, mənlik deyil, tərk edə bilmərəm. Adam yalan danışır. Və yalan danışmağından böyük günahı birisi nədir? Ən pisi. İnsan danışdığı yalana inanır. Artıq fitrəti belə pozulub. İnsan yalan danışıb özünə inanar mı? Mümkün deyil. Yalan danışırsan və sonra da ona inanırsan. Özünü inandırmırsan ki, yox, sən tərk edə bilmərsən. Subhanallah. Sən halalları tərk eləməyə bacarmırsan. Sənə Allah güc verib. Allah sənə qüdrət verib. Məgər Muhammed sallallahu əleyhi və səlləm bəşər deyildi. Görünən boyu da şeylər bacardı. O yanında sahabelər görünən boyu da şeylər bacardılar. Hamısı insan idi. Hamısının damarlarında xanqan, sənin damarlarında xanqanlandı. Onlar hamısı yaşamaq üçün yeməyə, içməyə, suya möhtac olanlar idi. Sənin kimi. Heç bir fərqləri yox idi. Amma görünən boyu da şeylər dözdülər. Çünki insan əzəmətli bir məxluqdur. İnsan güclü bir məxluqdur. O bacarar. Və zaten Allahın qoyduğu hüdudlara baxsan, qıraqdan baxanda görürsən ki, çətindir. Amma sən ona baxma. Məgər o yüklə yüklənən insan zəifdir? Zəif deyil. İnsan zəif deyil. Məsələn, adi baxırsan elm əhlinə, alimlərə, onların elm tələb eləmək üçün həyatlarında olduğu çətinliklərə baxırsan, sənə qıraqdan çətin gəlir. Bu boyda imtahanlardan keçə-keçə insan alim oldu. Məsələn. Amma baxanda məgər insan zəifdir ki? İnsan da zəif deyil axı. İnsan özü də güclüdür. Subhanallah. Allah Taala insanı vəsf edib öz kitabında. Rasul vəsf edib. Allah yolunda ölürsən, ona görə sevinirsən. Ölümlə sevinə bilənsən sən. Sən ölürsən, ona görə sevinirsən. Subhanallah. Gör Allah sənə necə güc yaradıb. Ona görə əsnək Allahın qoyduğu qayda qaydınmaq çətin deyil. Zahirən qıraqdan baxanda çətin görünsə belə, sən olsan, sən güclü bir məxluqsan. Allah səni əzəmətli yaradıb. Ona görə də şeytan gəlib səni zəifsən deyib allatmasın. Zəif nəfsinə tabi olanlardır. Artıq zəifçiliyinə inandıranlar da özlərini. Halbuki yalandır. Yalan deyir ki, mən zəifəm, yalan deyir. Və sonra da yalan inanır. Yox, qardaşım, sən zəif deyilsən. Sən güclüsən. Sən halal olan şeyləri tərk eləməyə bacarmısan. Sən azanda yeməyin qabağının yanında oturub, yemək yeməmisən və yemək yemədiyinə görə də xoşbəxt olmusan. Sən sevinmisən ona görə. Allah həmd olsun, yemədim. Subhanallah. Bu gücdür.
Bu iradədir. Sən bunu bacarmısan. Yəni kiçik bir şeylərin qabağında, şeytanın qabağında aciz olmaq yaraşmaz. Yaraşmaz müsəlman şeytanın qarşısında aciz olsun. Çünki əslən heç onun da qədir qiyməti yoxdur axı. Heç onun da qədir qiyməti yoxdur. Əgər onun qədir qiyməti olsa cənnətdə qalardı. Qovulmazdı. Əgər onun qədir qiyməti olsaydı Rəbbinə qarşı yalan danışmağa cürət eləməzdi. Çünki şeytan Rəbbinə qarşı da yalan danışdı. Cürət etdi. Və həmçində Adəmə qarşı, Allahın yaratdığına qarşı, Allahın yaratdığı cənnətdə, nemətlərin ətrafında məgər yaraşana bir müsəlman unudulsun? Bəli, insan xətakardır. İnsan səhv eləyəcək. İnsan xəta eləyəndir. Amma hara qədər? Amma hansı xətalar? Şirk də xətadır. Adam öldürmək də xətadır. Kimin haqqını yemək də xətadır. Yetimin haqqını yemək də xətadır. İndi hər bir xəta yüngüldür məgər. Hər bir xəta müsəlman yaraşır. Muhammed sallallahu aleyhi ve sellemə soruşulanda Allah Resulü nə deyir? Mömin yalan danışmaz. Məsələn, yalan danışmaq da xətadır. Amma deyir, mömin yalan danışmaz. Subhanallah, heç müşriklər yalan danışmırlar. Yəni, gör necə bir xəbis sifətdir ki, müşriklər onu danışmırlar. Ələ Allah Resulüne düz də deyirlər ki, sən əsatirul əvvəlin, əvvəlkilərin nağıllarını danışırsan. Yəni, münafiqlik fərzdə müşriklərdə yox idi. Ona görə hər bir şey insan xəta eləyəndir deyib üstündən keçmək olmaz. Elə deyil. Allah'a şərik qoşmaq ən böyük günahdır. Amma münafiqlər müşriklərin aşağıda olacaqlar. Allah təala münafiqlər haqqında nə deyir öz kitabında? Fiddərkəl əsfəl, ən aşağıda olacaqlar. Hətta müşriklərin Allah'a şərik qoşanlar ağaca, oduna, adamlara ibadət eləyənlərdən aşağı olacaqlar. Münafiqlər. Yəni görünür ki, hər günaha görə özünə üzr qazandırma. İnsan xəta eləyəndir. Bəzi şeylərdə hə. Amma hər şeydə yox. Sigaretə müsəlman məğlub olsun. Kağız parçasına və yaxud da balaca bir şey məğlub olsun. Sonra desin ki, insan xəta eləyəndir. Yox, olmaz. Biz Muhammed sallallahu əleyhi və səlləm ümmətiyik. Və Allah təala bizə o şərəfi verib. Bəlkə də biz layiq deyildik. Amma Allah bizi ondan layiqləndirdi. Allah bizi o yüklə yüklədi. Xeyirli bir yüklə yüklədi. Bu o deməkdir ki, Allah qatında nəsə bir qədir qiymətimiz var. Çünki səndən də güclüsü, səndən də ağıllısı, səndən də başqa xeyirli vəsflərlə vəsflənənlər orada sənin yanında yoxdular. Allahın qarşısına əyilib səcdə edə bilmirlər. Nəinki eləyə bilmirlər, hətta mücadilə aparırlar. Amma əgər Allah təala sənə bu lütfü bəxş eləyibsə, o deməkdir ki, sənin Allah qatında bir dəyərin var. Hələ bu gündə sən onu bacarırsan, səcdə elə bilirsən. Ona görə kiçik günahlarla o qəlbi qaratma. Və dəvətçi olma haramda. Çünki açıqda olan günahlar dəvətdir. Və Ramazan gəlir, Ramazan bir fürsətdir. Ramazan bir fürsətdir ki, o günahlar tərk olunsun. Və Ramazan bir fürsətdir ki, sən də başqalarına ibrət olasan. Çünki müsəlman da başqasına ibrətdir. Allah Teala öz Rasulunu məsələ çəkir. Əgər sən də sərt qəbul olsaydın, ətrafındakılar olmayacaqdı. Bilirsən yəni. Allah Rasulunun ətrafındakilar kimlər idi? Əbu Bakır, Ömər, Osman, Əli, əmisi və s. Onlar olmayacaqdılar. Nə? Əxlaqsız olsaydı, ədəbli olmasaydı. Yəni göstərir ki, ədəbsizlik, yəni günahlar səndən qovur. Amma xeyirlər sənə çəkir, səndən ibrət götürəcəklər. Ona görə Ramazan da odur. Necə ki, Allah Teala deyir, "Ləalləkum təttəqun." Ola bilsiz ki, o orucun səbəbi ilə Allahdan qorxasınız, yəni müttəqi olasınız, təqvalı olasınız. Və Allah Teala'dan istəyirəm ki, bizi Ramazana çatdırsın. Və bizi Ramazanda bağışlasın. Və bizi də, ailələrimizi də, və sələfiləri, əhlüsünləri, müsəlmanları Allah Teala bağışlasın. Və gücümüz çatmayan hansı ibadətlər varsa, Allah Teala'dan istəyirəm ki, o ibadətləri etməyə bizə müvəffəq eləsin. Və o günahlar ki, istər gizlində olan günahlar olsun, istər aşkarda olan günahlar olsun, o günahların üzərində ki, əgər biz sabit isə, Allah Teala'dan istəyirəm ki, bizə güc qüvvət versin ki, biz o günahları tərk eləyək. Və Allah Teala'dan istəyirəm ki, daim bizim dilimizdən, əməllərimizdən, əllərimizdən, zahirimizdən insanlara xeyir versin və şərə bizi açar etsin, yəni bağlı etsin. Allah Teala ölkəmizi qorusun, rəhbərimizi qorusun və onun xeyirləri sabit saxlasın.
müvəffəq etsin, düşmənlərdən onu qorusun. İstər ətrafında onun düşmən olsun, istər uzaq, fərq eləməz. Və ölkəni əmin-amanlıq eləsin və əmin-amanlıq da onun səbəbi iləndir. Və bu bacardığı xeyrə görə də Allah onu mükafatlandırsın. Həm bu dünyada, həm də öz yanında. Həmçinin Allah bilir. Və subhanəkallahumma bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfirkallahumma və ətubu ileyk. Bəli.